Mənzilə hədisi. Hədis dəlilləri içində növbəti yeri şübhəsiz ki, mənzilə hədisinə verməliyik. Bu hədis şiyələrin Əlinin xilafəti ilə bağlı gətirdikləri iki ən məşhur hədisdən ikincisidir. İmam Muslim və Əl-Buxarinin öz Əs-Səhih kitablarında rəvayət etdikləri hədisdə Səd bin Əbi Vaqqas deyir: Rəsulullah Təbuk səfərində Əli ibn Əbi Talibi Mədinədə qoydu. Bunun üzərinə Əli dedi: Ya Rəsulallah, məni qadınlar və uşaqlar arasında buraxırsanmı? Peyğəmbər ona belə cavab verdi: Sən razı deyilsənmi ki, mənim üçün Harunun Musa üçün olan məqamında olasan? Lakin məndən sonra Peyğəmbər yoxdur. Şeyxut Taifə Ət-Tusi bu hədisin mənasını belə izah edir. Peyğəmbər bu sözlə Harunun Musaya nisbətdə sahib olduğu bütün məqamları Əli üçün isbat etdi, yalnız və yalnız Peyğəmbərlik məqamını istisna etdi. Biz bilirik ki, Harunun Musaya olan məqamlarından biri də onun öz qövmü üzərində itayəti vacib olan şəxs olması idi. Elə isə bu məqamlar Əli üçün də sabit olmalıdır və onun itayətinin vacib olması elə onun imamətinin sübutudur. Mənzilə hədisinin mənasına və dəlalətinə keçməzdən əvvəl bəzi ilkin məlumatlara toxunmaq lazımdır. Hər şeydən əvvəl mənzilə hədisi səhihdir və ümmət bu hədisi səhih bir hədis olaraq qəbul edib. İbn Əbdülbərrin dediyi kimi, bu ən sabit və ən səhih əsərlərdəndir. Onun mütəvatir olub olmaması məsələsində isə alimlər ixtilaf ediblər. Bəziləri 20-dən çox səhabədən rəvayət etdiyi üçün onu mütəvatir hesab ediblər, digərləri isə rəvayət yollarının bir çoxunda zəif və yalançı ravilər olduğu üçün onun mütəvatir dərəcəsinə çatmadığını, lakin müstəfiz, yəni çox məşhur bir hədis olduğunu deyiblər. Hətta bəzi şiə alimlərinin sözlərindən də aydın olur ki, bu hədisin mütəvatirliyi onlar üçün də müzakirəyə açıq bir məsələdir. Məsələn, Şeyxüs-Sərab Ət-Tunikəbuni yazır ki, bir çox alimlər onun mütəvatir olduğunu desələr də, əgər bu hədisin mütəvatir olduğu qəbul edilməsə belə, onun Peyğəmbərdən gəldiyi açıq-aşkar görülür. Mühəmməd Səid Əl-Hakim isə daha ehtiyatlı dillə onun müstəfiz və ya mütəvatir olaraq gəldiyini deyir. Nəticə etibarilə hədisin mütəvatir olub-olmaması haqqında ixtilaf olsa da, onun sünnə əhli yanında səhih hədislərdən olduğunda heç bir şək yoxdur. Ümmətin, yəni sünnisi və şiyəsi ilə bir hədisin səhihliyi üzərində bu cür ittifaq etməsi özü-özlüyündə bir dəlildir ki, Peyğəmbər bu sözləri Əli haqqında demişdir. Beləliklə, mübahisəmiz hədisin varlığı üzərində deyil, onun nə anlama gəldiyi üzərində olmalıdır. Mənzilə hədisinin səhihliyini təsdiq etdikdən sonra, gəlin indi hadisənin baş verdiyi məzmuna, onun kontekstinə baxaq. Peyğəmbərin adəti belə idi ki, o hər hansı bir döyüşə və ya həccə çıxdıqda, Mədinədə onu əvəz edəcək birini mütləq əmir təyin edərdi. Bu, onun səfərinin uzun və ya qısa, məsafənin uzaq və ya yaxın olmasından asılı olmayaraq tətbiq etdiyi dəmir bir qayda idi. Məsələn, Uhud döyüşünə çıxanda, hansı ki, Mədinədən cəmi 1 mil məsafədə baş vermişdi, öz yerinə kör səhabə İbn Ümmü Məktum olmuşdu. Xəndək döyüşündə də yenə onu təyin etmişdi. Siyər və Məğazi kitablarının müəllifləri Peyğəmbərin öz yerinə təyin etdiyi bu əmrlərin adlarını çox diqqətlə qeydə alıblar. Bu siyahı özü-özlüyündə çox şey deyir. Vəddan səfərində Səd ibn Ubadə, Buvad səfərində Səd ibn Muaz, Zül-Əşirə səfərində Əbu Sələmə, Bədir döyüşündə İbn Ümmü Məktum, sonra Əbu Lübabə, Zül-Əmr səfərində Osman ibn Affan, Bəni Nəzir döyüşündə İbn Ümmü Məktum, Dumətul Cəndəl səfərində Siba ibn Urfutə, Xəndək döyüşündə İbn Ümmü Məktum, Hudeybiyyədə Nümeylə Əlleysi, Xeybərdə Siba ibn Urfutə, Məkkə fəthində Əbu Ruhum Əl-Ğifari və hətta son Həccətül-Vəda zamanı da İbn Ümmü Məktumu əmir təyin etmişdi. İndi gələk Təbuk döyüşünə.
Məş bu səfər zamanı Mədinədə kimin canişin təyin edilməsi məsələsində tarixçilər arasında bir ixtilaf mövcuddur və bu barədə 4 fərqli rəvayət var. Birinci rəy və ən məşhur olanı budur ki, canişin Məhəmməd bin Məsləmə Əl-Ansari olub. İbn Hişam, İbn Səd, İbn Kəsir kimi böyük tarixçilər bu rəyi qeyd ediblər. Onlar mənzilə hədisi ilə bu reallığı uzlaşdırmaq üçün belə deyirlər. Peyğəmbər Əli bin Əbi Talibi öz ailəsinə, yəni qohumlarına xas bir əmr təyin etmişdi. Amma bütün şəhərin üzərindəki ümumi əmirlik Muhammed bin Məsləmiyə verilmişdi. Onlar buna dəlil olaraq münafiqlərin Əli haqqında yaydığı şayiəni və Peyğəmbərin Əliyə cavabını gətirirlər. Qayıt və mənim yerimə ailəmin və öz ailənin başında məni əvəz et. Bir başqa səhih rəvayətdə isə Peyğəmbər daha açıq deyir. Geri dön və ailəmin və öz ailənin başında məni əvəz et. İkinci rəyə görə isə Mədinədəki canişin elə Əli ibn Əbi Talibin özü olub. İbn Abdülbər və Əz-Zəhəbi kimi alimlər bu fikirdədirlər və buna dəlil olaraq elə mənzilə hədisinin özünü göstərirlər. Üçüncü rəy canişinin yenə İbn Ümmü Məktum olduğu, dördüncü rəy isə Siba ibn Urfutə olduğu istiqamətindədir. Yaxşı, bu rəylərdən hansının daha doğru olmasından asılı olmayaraq, burada daha mühüm bir sual var. Əgər Əli bütün Mədinə şəhərinin deyil, sadəcə Peyğəmbərin ailəsinin və qohumlarının başına təyin edilmişdisə, bunun xüsusi səbəbi nə idi? Belə görünür ki, Təbuk kimi uzun müddətli və çox təhlükəli bir səfərə çıxdığını bildiyi üçün Peyğəmbər Mədinədə münafiqlərin cürətini qırmaq üçün məhz Əliyə bu vəzifəni vermişdi. O, Mədinənin təhlükəsizliyini təmin edəcək, Peyğəmbərin ailəsinə qalxan olacaq sərt və qorxmaz bir döyüşçü idi. Şiə alimi Şeyx Əl-Mufid bu izahı qəbul edir və deyir ki, Peyğəmbər düşmənin Mədinəyə hücum edə biləcəyindən narahat idi və bilirdi ki, düşməni qorxutmaq və hicrət diyarını qorumaq üçün onun yerini yalnız və yalnız möminlərin əmiri tuta bilərdi. Cəfər Əs-Subhani isə daha da açıq şəkildə deyir ki, Muhammed bin Sələmə ümumi əmir olsa da, Əli sanki Mədinədə təhlükəsizliyi qorumaq üçün xüsusi bir hərbi rəhbər olaraq təyin edilmişdi. Görünür ki, Mədinədə qalan münafiqlər fürsəti əldən verməyib, Əlinin geridə qalması ilə bağlı çox xoşa gəlməz söz-söhbətlər yaymağa başlamışdılar. Və Əli özü haqqında deyilən bu sözlərdən o qədər narahat olmuş, o qədər incimişdi ki, dərhal silahını götürüb Mədinədən bir neçə mil kənarda Cürf adlı yerdə dayanan Peyğəmbərə özünü çatdırmışdı. O Peyğəmbərə şikayətini bildirərək demişdi: "Məni qadınlar və uşaqlar arasında xəlifə olaraq buraxacaqsan?" Məhz bu şikayətdən, bu inciklikdən sonra Peyğəmbər o məşhur sözlərini demişdi: "Məgər razı deyilsənmi ki, mənim üçün sənin mövqeyin Harunun Musaya olan mövqeyi kimi olsun?" Səd ibn Əbi Vəqqas deyir ki, bu sözləri eşitdikdən sonra Əli o qədər sürətlə geri döndü ki, sanki ayaqlarının qaldırdığı tozu görürdüm. Və baxın, İmami şiələrinin ən böyük alimləri belə çox gözəl anlayırdılar ki, mənzilə hədisi Əlini razı salmaq, onun qəlbinə bir təsəlli vermək məzmununda deyilmişdi. Peyğəmbər bu sözləri heç bir səbəb olmadan durduğu yerdə deməmişdi. O geridə buraxılmaqdan rahatsız olmuş, üzülmüş Əlini sakitləşdirmək üçün demişdi. Şiə alimi Xidir Əl-Həblərudi bu həqiqəti etiraf edərək yazır: "Bunun təsəlli üçün deyilmiş olması, onun imamət üçün təyin olunması ilə ziddiyyət təşkil etmir." Yəni o da qəbul edir ki, sözün deyilmə səbəbi məhz təsəlli idi. Yaxşı, əgər Peyğəmbər Əlinin könlünü rahatlatmaq üçün bu sözləri demişdisə, o zaman Harunla bənzətmənin sirri nədir? Niyə məhz Harun? Çünki Əlinin narahatlığının səbəbi bu idi. O dövrdə müsəlmanların demək olar ki, hamısı döyüşə gedirdi. Geridə isə yalnız asilər, üzürlülər, qadınlar və uşaqlar qalırdı. Bir döyüşçü üçün belə bir vaxtda geridə qalmaq şərəfinə toxunan bir hal idi. Münafiqlər də məhz bundan istifadə edərək şaiyə yayırdılar. Görünür ki, Muhammed artıq Əlidən bezib
onu özünə bir yük hesab eləyir. Ona görə də onu qadınlarla, uşaqlarla bir yerdə buraxıb gedib. Peyğəmbər də bu alçaq şübhələrə cavab vermək üçün onlara göstərməli idi ki, birini geridə buraxmaq əslində bir nöqsan deyil, əksinə böyük bir fəzilət, böyük bir etimad göstəricisidir. Məhz buna görə də o Harunu misal çəkdi. Əgər geridə qalmaq bir nöqsan olsaydı, böyük Peyğəmbər Musa öz qardaşı Harunu heç vaxt öz yerinə təyin etməzdi. Əksinə, Musanın bu hərəkəti Haruna olan etibarının və onun əmanətə nə qədər sadiq olduğunun ən böyük sübutu idi. Ona görə də buradakı bənzətmə xilafətin bütün detalları ilə bağlı deyil. Bənzətmə sadəcə olaraq öz yerinə birini təyin etmə əməlinin özünün şərəfli bir iş olduğunu göstərmək üçündür. İndi isə gələk daha bir maraqlı məqama. Görünür ki, sonraki dövr şia alimləri belə çox gözəl anlayırdılar ki, mənzilə hədisi əlini razı salmaq, onun qəlbinə bir təsəlli vermək məzmununda deyilmişdi. Peyğəmbər bu sözləri heç bir səbəbi olmadan durduğu yerdə deləmişdi. O geridə buraxılmaqdan rahatsız olmuş, üzülmüş əlini sakitləşdirmək üçün demişdi. Şia alimin Xıdır Əl-Həblərodi bu həqiqəti etiraf edərək yazır. Bunun təsəlli üçün deyilmiş olması, onun imamət üçün təyin olunması ilə ziddiyyət təşkil etmir. Yəni, o da qəbul eləyir ki, sözün deyilmə səbəbi məhz təsəlli idi. İndi isə gələk daha bir maraqlı məqama. Görünür ki, sonraki dövr şia alimləri bu hədisin yalnız Təbuk döyüşü ilə bağlı olması, onun imamətə dəlil gətirilməsini zəiflədirdi. Onlar anlayırdılar ki, əgər Peyğəmbər bu sözü bir təsəlli məqamında xüsusi bir hadisəyə görə demişdisə, o zaman bundan ümumi bir xilafət hökmü çıxarmaq çətindir. Bu problemi aradan qaldırmaq üçün onlar tamamilə yeni bir iddia ortaya atıblar. Güya Peyğəmbər bu məşhur sözlərini təkcə Təbukda deyil, başqa bir çox fərqli zamanlarda və məkanlarda da təkrar deyib. Əvvəlki alimlərdən fərqli olaraq, Şərəfüddin kimi müasir alimlər bu hadisənin 6 fərqli yerdə, Əl-Milani 10, Cəfər Əl-Amili isə hətta 21 fərqli yerdə təkrarlandığını iddia eləyir. Görünür ki, onlar bu yolla hadisəni Təbukun xüsusi şərtlərindən qoparıb, ona ümumi, zamandan və məkandan asılı olmayan bir məna verməyə çalışırlar. Yaxşı, gəlin bu iddiaya, yəni mənzilə hədisinin başqa yerlərdə də təkrarlandığı iddiasına əsaslandıqları dəlillərə bir nəzər salaq. Bu dəlilləri araşdırdıqda görürük ki, onlar 4 qrupdan kənara çıxmır. Birinci növ dəlil, mövzu ilə heç bir əlaqəsi olmayan hədislərdir. Məsələn, Əl-Milani bu iddiasına dəlil olaraq əvvəl müzakirə etdiyimiz o məhsur dar hədisini gətirir. Halbuki, o uzun hekayənin heç bir yerində əlinin Haruna bənzədilməsi ilə bağlı tək bir kəlmə belə yoxdur. İkinci növ dəlil, sənədi səhih olan, lakin hadisənin Təbukdan başqa bir vaxtda baş verdiyinə dair ən kiçik bir işarə belə olmayan hədislərdir. Məsələn, Əsma bint Umeysin hədisini göstərirlər. Hədis səhihdir, amma onun nə vaxt və harada deyildiyi barədə heç bir məlumat yoxdur. Bu isə onların iddiasını sübut etmir. Üçüncü növ dəlil, isnad baxımından tamamilə etibarsız, hətta uydurma olan rəvayətlərdir. Bu qrupa birdən çox hədis daxildir. Məsələn, güya Peyğəmbər Ümmü Sələməyə deyib, ey Ümmü Sələmə, Əli mənim ətimdəndir, qanım mənim qanımdandır. O mənim üçün Harunun Musaya olan məqamındadır. Bu hədisin sənədi o qədər zəifdir ki, içindəki ravilər hədis alimləri tərəfindən çox şiddətli şəkildə tənqid olunurlar. Biri haqqında aşırıdır, mülhiddir, digər haqqında isə onun rəvayətləri siqa ravilərin hədisinə bənzəmir deyilib. Bir başqa rəvayətdə güya Peyğəmbər sallallahu aleyhi və səlləm Ömər ibn Xattaba deyir ki, Peyğəmbər əlinin çiyninə vurub dedi, ey Əli, sən iman gətirənlərin ilkisisən. Sən mənim üçün Harunun Musaya olan məqamındasan. Bu rəvayət isə daha da qəribədir. Çünki onun sənədindəki ravilər bir-birinin ardınca gələn Abbasi xəlifələridir. Əl-Məmun, Əl-Raşid, Əl-Mehdi, Əl-Mənsur. Yəni, şiyələrin ən böyük düşməni hesab etdikləri Abbasi xəlifələrinin güya nəsildən nəsilə bir-birlərinə Əlinin fəzilətini nəql etdiklərinə
inanmalıyıq. Bir başqa rəvayətdə isə güya Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələr arasında qardaşlıq əqdi bağlayanda Əli kənarda qaldığı üçün kədərlənir. Peyğəmbər də ona təsəlli verərək deyir: "Səni yalnız özüm üçün saxladım. Sən mənim üçün Harunun Musaya olan məqamındasan. Sən mənim qardaşım və varisiməm." Bu hədisin mətni o qədər problemlidir ki, İbn Teymiyənin də qeyd etdiyi kimi, nə sünni, nə də şiə məntiqi ilə uzlaşmır. Əgər burada miras mal-mülkdürsə, əmisi sağ olanda necə əmioğlu varis ola bilər? Yox, əgər elm mirasıdırsa, bu da başqa problemlər yaradır. Və dördüncü növ dəlil, sadəcə olaraq İmamiyyə şiələrinin başqalarından fərqli olaraq tək başına rəvayət etdikləri başqa heç bir mənbədə olmayan xəbərlərdir. Nəticə çox aydındır. Bütün bu cəhdlərə baxmayaraq, Mənzili hədisinin Təbuk döyüşündən başqa bir yerdə, başqa bir münasibətlə deyildiyinə dair ortada bircə dənə olsun səhih etibarlı dəlil yoxdur. Əksinə, bütün güclü dəlillər bu sözlərin məhz Təbukda xüsusi bir səbəbə görə, yəni Əlini təsəlli etmək məqsədi ilə deyildiyini göstərir. İndi isə gələk Mənzilə hədisinin dəlalətinə, yəni məna təhlilinə. İmami şiələri bu mövzuda çox mürəkkəb bir arqument qurublar. Onlar deyirlər ki, Peyğəmbər, lakin məndən sonra Peyğəmbər yoxdur deyərək bir istisna etdiyinə görə, bu istisnadan başqa Haruna aid olan bütün xüsusiyyətlər avtomatik olaraq Əli üçün də isbat edilmiş olur. Onlar deyirlər ki, Qurana baxdıqda Musaya nisbətdə Harunun 4 əsas məqamı olduğunu görürük. Birincisi Peyğəmbərlik məqamı, ikincisi vəzirlik məqamı, üçüncüsü islah edici xəlifəlik məqamı. Musa ona demişdi, cəmaatımın içərisində məni əvəz et. Dördüncüsü isə dəstəkçi və iş ortaqlı olmaq məqamı. Musa dua etmişdi, onu işimə ortaq et. Beləliklə, onların məntiqinə görə hədisdə Peyğəmbərlik istisna edildiyi üçün geri qalan bütün bu məqamlar, vəzirlik, xilafət, iş ortaqlığı, itayətin vacibliyi hamısı Əli üçün sabit olur. Onlara görə əgər Peyğəmbərin məqsədi bütün bu məqamları vermək olmasaydı, o zaman Peyğəmbərliyi ayrıca istisna etməsinin heç bir mənası olmazdı. Hətta bəziləri o qədər irəli gedir ki, güya əgər Harun Musadan sonra sağ qalsaydı, onun xəlifəsi olacaqdı, deməli Əli də Peyğəmbərin xəlifəsidir. Bu, ilk baxışda çox səliqəli görünən bir arqumentdir. Lakin onlar bu arqumenti qurarkən Harunun ən aşkar, ən təməl xüsusiyyətini, yəni onun doğma qardaşı olmasını nədənsə unudurlar. Və bu xırda detalı aradan qaldırmaq üçün iki fərqli yolu əl atırlar. Bəzilər deyir ki, doğma qardaşlıq məsələsi onsuz da örfən, yəni hamıya bəlli olduğu üçün istisnadır. Onu ayrıca deməyə ehtiyac yox idi. Digərləri isə Harunun məqamlarını sadəcə siyasi və dini mövqeylərlə məhdudlaşdırmağa çalışırlar. Lakin bu, onların özlərinin bütün məqamlar iddiası ilə ziddiyyət təşkil edir. Gəlin onların metodunu sona qədər aparaq. Əgər istisnadan başqa hər şey eynidirsə, o zaman Harun ana və atadan Musanın doğma qardaşı idi. Bəs Əli, o Peyğəmbərin əmisi oğlu və kürəkliyi idi. Harun Allahdan birbaşa vəhy alan bir Peyğəmbər idi. Əli isə Peyğəmbər deyildi, onun səhabəsi idi. Harun Quranda deyildiyi kimi danışıqda Musadan daha fəsahətli idi. Halbuki heç kim iddia edə bilməz ki, Əli bütün bəşəriyyətin ən bəlağətli insanı olan Peyğəmbərdən daha fəsahətli idi. Görürsünüzmü? Bu ümumilik prinsipi hara gedirsə getsin, divara dirənir. Sanki Şeyx Əli Al-Muhsin də bu problemi gördüyü üçün çarəsizliklə bu prinsipdən imtina etməli olub və belə deyib: hədisin məqsədi Əli ilə Harun arasında bütün cəhətlərdə tam oxşarlığın olduğunu bildirmək deyil. Çox gözəl. Bəs əgər tam oxşarlıq deyilsə, o zaman hansı oxşarlıqdır və bu oxşarlığın məhz sizin istədiyiniz kimi xilafət olduğuna kim və necə qərar verir? Şiə alimlərinin özləri arasındakı bu qarma-qarışıqlıq, bu ixtilaf istifadə etdikləri metodun nə qədər tutarsız olduğundan xəbər verir.
burada deyiləcək ən doğru söz budur. Harunun Musaya nisbətdə iki əsas məqamı, iki mərtəbəsi olub. Birincisi, peyğəmbərlikdə şərik olmaq məqamı. İkincisi isə vəzirlik, yəni köməkçi olmaq məqamı. Şiə alimlərinin saydıqları o digər şeylər, islah etmək, dəstək olmaq, müvəqqəti xəlifə olmaq, əslində hamısı bu ikinci məqamın, yəni vəzirliyin içində yer alır. Çünki bir vəzir onsuz da səmimi bir məsləhətçi, güclü bir dəstəkçi və rəhbərinin yoxluğunda onun yerini tutan şəxs olmalıdır. Yaxşı, bəs bu vəzirlik məqamı mütləq olaraq bütün zamanlara aiddir, yoxsa xüsusilə Təbuk səfəri ilə məhduddur? Bunu anlamaq üçün gəlin Harunun öz vəzirliyinin mahiyyətinə baxaq. Musa Allahdan Harunun ona vəzir olmasını istəyəndə onu nə üçün istəmişdi? O, sadəcə bir köməkçi istəmirdi. O, Harunun peyğəmbərliyi və risaləti təbliğ etmək kimi ağır bir işdə özünə şərik olmasını istəyirdi. Quranda açıqca deyir, mənə öz ailəmdən bir köməkçi ver, qardaşım Harunu, onu işimə ortaq et. Təfsir alimləri də bu nöqtəyə diqqət çəkiblər. Əgər Musa sadəcə olaraq özünə bir məsləhətçi, bir köməkçi istəsəydi, bunun üçün Allahdan xüsusi bir dua etməsinə ehtiyac yox idi. Özü də qardaşını vəzir təyin edə bilərdi. Lakin o, Harunun məhz peyğəmbərlikdə özünə şərik olmasını istəyirdi. İndi gələk əsas məsələyə. Əgər Harunun Musaya vəzirliyi mahiyyət etibarı ilə peyğəmbərlikdə şərik olmaq idisə, o zaman Əlinin peyğəmbərə vəzirliyin də bunun kimi olması elə Mənzilə hədisinin özündən inkar edilir. Çünki hədisin sonu açıqca deyir, lakin məndən sonra peyğəmbər yoxdur. Burada deyiləcək ən doğru söz budur. Harunun Musaya nisbətdə iki əsas məqamı, iki mərtəbəsi olub. Birincisi, peyğəmbərlikdə şərik olmaq məqamı. İkincisi isə vəzirlik, yəni köməkçi olmaq məqamı. Şiə alimlərinin saydıqları o digər şeylər, islah etmək, dəstək olmaq, müvəqqəti xəlifə olmaq, əslində hamısı bu ikinci məqamın, yəni vəzirliyin içində yer alır. Çünki bir vəzir onsuz da səmimi bir məsləhətçi, güclü bir dəstəkçi və rəhbərinin yoxluğunda onun yerini tutan şəxs olmalıdır. Birinci, biz Musanın ölümündən sonra onun xəlifəsi olmağın Harunun məqamlarından biri olduğuna qəbul etmirik. Niyə? Çünki tarixən sabitdir ki, Harun Musadan əvvəl vəfat edib. Musanın vəfatından sonra onun xəlifəsi Yuşa bin Nun olub. Əgər bənzərlik tam olmalıydısa, o zaman Əli də peyğəmbərdən əvvəl vəfat etməli idi və peyğəmbərdən sonra xəlifə başqa birisi olmalıydı. Əks təqdirdə peyğəmbərin etdiyi bənzətmədə Allah qorusun, bir qüsur olduğunu deməliyik. Bu ziddiyyəti hələ Hicri 3-cü əsrdə yaşamış məşhur alim Əl-Cahiz çox gözəl görüb. O uzun bir məntiqi analizdən sonra deyir ki, əgər peyğəmbər Əlini özündən sonra xəlifə etmək istəsəydi, o zaman belə deməli idi ki, sən mənim üçün Harunun deyil, Yuşa bin Nunun Musaya olan məqamındasan. Çünki Musadan sonra İsrail oğullarına xəlifə olan məhz Yuşa idi. Əl-Qurtubi də eyni nöqtəyə toxunur. Hətta Şiə alimi İbn Qibə Ər-Razi başqa bir məsələdə ölmüş birinin diri birinə necə xəlifə ola bilməyəcəyini izah edərkən, bunun izahı üçün uzun-uzadı sübutlara ehtiyac olmayan açıq bir batillik olduğunu deyir. Eyni məntiqlə biz də deyirik. Peyğəmbər özündən sonra xəlifə təyin etmək istəsəydi, niyə Musadan 40 il əvvəl ölmüş Harunu misal çəksin ki? İkinci, bir şəxsi həyatda ikən öz yerinə müvəqqəti xəlifə, yəni vəkil təyin etməklə, ölümündən sonra daimi xəlifə təyin etmək tamamilə fərqli şeylərdir. Həyatda təyin edilən vəkil sadəcə olaraq ona tapşırılan işləri yerinə yetirir və tamamilə onu təyin edən şəxsin iradəsinə tabedir. Lakin ölümdən sonra təyin edilən xəlifə artıq müstəqil bir rəhbərdir. Bu ikisinin eyni şey olduğunu heç bir ağıllı insan söyləməz. Üçüncü, Peyğəmbər sağlığında səfərə çıxarkən öz yerinə xəlifə təyin etməkdə heç vaxt əlini xüsusiləşdirməyib. Biz əvvəldə uzun bir siyahı sadaladıq.
O Səd ibn Ubadəni, Səd ibn Muazı, Osman ibn Affanı, İbn Ümmü Məktumu və daha neçə səhabəni Mədinəyə əmir təyin edib. Onun Təbukda əlini təyin etməsi daha əvvəl başqalarını təyin etməsindən daha fərqli və ya daha üstün bir şey deyildi. Hətta Peyğəmbər Təbuk səfərindən sonra vəda həcci zamanı Mədinəyə yenə də İbn Ümmü Məktumu xəlifə təyin etmişdi. Bu o deməkdir ki, Əlinin Təbukdakı təyinatı daimi bir status deyildi, sadəcə o səfərə məxsus idi. Əgər bu təyinat daimi olsaydı, Peyğəmbərin ondan sonra başqasını təyin etməsi mənasız olardı. Və ən əsası, əgər Təbukda Əlini xəlifə təyin etməklə onu özündən sonraki ümumi xilafətə hazırlayırdısa, o zaman necə olur ki, elə həmin ildə həccə əmir olaraq Əlini yox, Əbu Bəkri təyin etdi? Hətta Bəraət surəsinin ayələrini elan etmək üçün Əlini göndərəndə belə onu Əbu Bəkrin əmirliyinə tabe etdi. Və nəhayət 6-cı nöqtə. Hədisdəki o məşhur istisna, lakin məndən sonra Peyğəmbər yoxdur ifadəsi, şiələrin iddia etdiyi kimi bütün digər məqamların sabit olduğunu göstərmir. Çünki bu, ərəb dilinin qrammatikasına görə muttəsil, yəni eyni cinsdən olan bir istisna deyil. Bu, munqəti, yəni fərdli cinsdən olan bir istisnadır. Və bu cür istisna lakin mənasını verir. Yəni hədisin mənası budur. Sən mənim üçün Harunun Musaya olduğu kimisən, lakin bir fərqlə ki, məndən sonra Peyğəmbər yoxdur. Bu ümumili ifadə etmir. Necə ki, Harun Musanın doğma qardaşı idi, amma Əli Peyğəmbərin doğma qardaşı deyildi. Bu məqamda istisna edilməli idi. Bu mövzuda Fəxrüddin Ər-Razi çox incə bir məqama toxunur. O deyir, bilirsiniz, Harun öz qövmü buzava sitayiş edərkən, onların çoxluğuna və gücünə baxmayaraq, tək başına ayağa qalxıb haqqı bəyan etdi. O təqiyyə etmədi, qorxmadı, minbərə çıxıb dedi, ey qövmüm, mənə tabi olun. Əgər şiələrin dediyi kimi, Peyğəmbərdən sonra ümmət azğınlığa düşmüşdüsə və Əli də Harununki kimi idisə, o zaman Əlinin də Harununki kimi etməsi, minbərə çıxıb haqqını tələb etməsi lazım gələrdi. Lakin o bunu etmədi. Deməli, ümmət doğru yoldaydı. Yekun olaraq, mənzilə hədisi səhih bir hədisdir. Lakin o, Təbuk səfərinin xüsusi şərtləri daxilində münafiqlərin şayiələri qarşısında qəlbi qırılmış Əlini təsəlli etmək və onun Mədinədə qalmasının bir nöqsan deyil, əksinə böyük bir etimad əlaməti olduğunu göstərmək üçün deyilmişdi. Onu bu xüsusi kontekstdən qoparıb ümumi və daimi bir xilafət nəslinə çevirmək cəhdi nə hədisin öz mətninə, nə tarixi reallıqlara, nə də sağlam məntiqə uyğun gəlir.